Sizi Floridadan salamlayıram. Bugün sizə Amerika vizasının alınması haqqında danışacağım. Həmçinin danışmaq istəyirəm ki, hansı hallarda siz Amerika vizası almaq şansınızı artıra bilərsiniz və əksinə hansı hallarda imtina cavabı almaq mümkündür. Başladıq. Deməli belə, hansı hallarda Amerika vizası üçün, daha doğrusu Amerikaya turist vizası üçün müraciət etmək mümkündür? Amerikaya turist vizasına B2, yəni B2 vizası deyilir. Siz əgər Amerikaya tətil üçün və istirahət üçün gəlirsinizsə və ya deyək ki, nişanlanmaq, nişanlınızın ailə üzvləri ilə tanış olmaq və toy hazırlıqları üçün gəlirsinizsə, heç bir dərəcə almayacağınız halda və yalnız əyləncə və istirahət məqsədi ilə təşkil olunan bir kurslarda iştirak üçün gəlirsinizsə, deyək ki, New Yorkda 2 günlük aşbazlıq kursu və ya Miami'də bir neçə günlük fotoqraflıq master-klassı üçün gəlirsinizsə, sizin həyat yoldaşınız və ya övladınız ABŞ vətəndaşıdırsa və siz onları müşahidə etmək məqsədi ilə qısa müddətli Amerikaya gəlirsinizsə, müalicə məqsədi üçün bu ölkəyə gəlirsinizsə və ya heç bir pul qazanmayacağınız halda hər hansı bir yarışda, müsabiqədə iştirak etmək üçün gəlirsinizsə, təkrar edirəm, əgər heç bir pul qazanmırsınızsa, bu halda siz turist vizası üçün müraciət edə bilərsiniz. Bəs bunun üçün necə müraciət etməlisiniz və hansı sənədlər tələb olunur? Əvvəla onu deyim ki, sizin mütləq şəkildə verməli olduğunuz sənədlər içərisində sizin iş yerinizdən arayış var və mütləq şəkildə sizin iş yerinizdə işləmə müddətiniz minimum 6 ay olmalıdır və əmək haqqınız minimum əmək haqqı olmamalıdır. Əslində, səfirliyin əmək haqqı ilə bağlı heç bir tələbi yoxdur. Amma mən sizə məsləhət görərdim ki, minimum əmək haqqı olmasın bu. Çünki belə olanda bank hesabınızda yüksək məbləğ göstərsəniz belə, bu zaman səmimi desəm, viza almaq ehtimalı çox az görünür. Çünki düşünülür ki, insanın Amerika kimi bahalı ölkəyə səfər etməsi, orada tətil etməsi üçün onun maddi vəziyyəti əlverişli deyil. Ola bilər ki, sizin əmək haqqınız azdır, amma başqa bir gəlir sahəniz var, rəsmi bir gəlir sahəniz. Onu da göstərməyiniz məsləhət görülür. Və sizin şansınızı artıracaq məsələlərdən biri də sizin vizalarınızın olmasıdır. Bu nədir? Məsələn, bir neçə Schengen vizanız ola bilər. Əgər Schengen vizanız yoxdursa, güclü dövlətlərin vizaları ola bilər. Mən güclü dövlətlərin vizaları deyəndə hansıları nəzərdə tuturam? Singapur, Kanada, İsrail, bu kimi ölkələrin vizaları və təbii ki, Böyük Britaniya vizaları güclü vizalar sayılır və sizin pasportunuzu gücləndirə bilər. Və bank arayışı. Adətən insanlar Amerikaya turist olaraq gəlmək üçün bank hesablarında $10.000 ətrafında pul göstərirlər və bu bir çox hallarda kifayət olur. Amma mən deyərdim ki, işinizi şansa buraxmamaq üçün və öz viza almaq ehtimalınızı artırmaq üçün, faizi artırmaq üçün siz yaxşı olar ki, bank hesabınızda imkan varsa $20.000 və ya üstündə bir rəqəm göstərəsiniz. Və sizin Azərbaycana bağlılığınızı göstərən bir neçə məsələ olmalıdır. Məsələn, tələbəsinizsə siz universitetdən bir sənəd göstərə bilərsiniz və ya sizin ailə üzvlərinizin Azərbaycanda qaldığını göstərə bilərsiniz. Sizin mülkünüz və ya avtomobiliniz varsa onu göstərməyiniz yaxşı olar. Və onu da deyim ki, sizə 14 yaşına kimi uşaqların səfirliyə getməsinə ümumiyyətlə ehtiyacı yoxdur. Valideynlər onların pasportunu təqdim edirlər. Söhbət uşaqlardan açılmışkən bir məqamı da deyim. Hansı halda, çox ciddi bir mövzudur, hansı halda sizin ümumiyyətlə imtina almaq ehtimalınız var? Bu o haldır ki, siz, məsələn deyirəm, 4 nəfərlik bir ailəsiz və elə ilk dəfədir ki, Amerika vizasına müraciət edirsiniz və siz elə hamınız üçün birdən müraciət edirsiniz. Bu sizi potensial miqrant olaraq göstərə bilir və imtina almanıza səbəb ola bilər. Ona görə mən tövsiyə edərdim ki, əgər siz ilk dəfə Amerika vizası alırsınızsa, yaxşı olar ki, bu dəfə ailənizin maksimum 2 üzvünü alasınız, deyək ki, özünüzə və uşağın birinə və növbət dəfə artıq müraciət edəndə həyat yoldaşınıza və digər uşağa da viza ala bilərsiniz və bu dəfə sizin şansınız daha çox olacaq. Sonra kimlərə imtina verilir? Kimlərin ki, işi yoxdur, işsizdir? Kimlər ki, iş yerində minimum əmək haqqı alır? Kimin ki, bank hesabında minimum rəqəm var? Yəni, minimum dediyim, bu rəqəm yetərli deyil. Kimin ki ailə üzvləri Amerikaya turist vizası ilə gəlib və geri qayıtmayıb və ya kim ki özünün əvvəlki səfərlərində Amerikaya gəlib və yəni
uzun müddət qalıb. Həmin insanların viza alması problemdir və təbii ki, kimlər imtina alıb? Bəs imtinadan sonra siz təkrar viza üçün müraciət edə bilərsinizmi? Əlbəttə bilərsiniz, amma minimum 6 ay keçməlidir. Və mövzu təkcə 6 ay deyil. Əgər bu 6 ay içərisində sizin maddi vəziyyətinizdə, ailə vəziyyətinizdə, karyeranızda hər hansı bir dəyişiklik baş verməyibsə, onda deyim ki, sizin viza almaq ehtimalınız biraz zəifdir və heç müraciət etməyin mənası yoxdur. Azərbaycanda 2 şirkət, mən bildiyim qədər 2 şirkət Amerika səfirliyindən vizanın alınması üçün dəstək göstərir. Belə ki, onlar sizə sənədlərinizin hazırlanmasına dəstək göstərirlər, müəyyən istiqamətlər göstərirlər. Bu şirkətlərin xidmət haqqı 150-200 dollar arasında təşkil edir. Bəs bunu özünüz etsəz necə olmalıdır? Bunu özünüz etsəz, siz Amerikanın Azərbaycandakı səfirliyin saytına daxil olursunuz. Bir onlayn forma var, onu doldurub göndərirsiniz və görüş tarixi alırsınız. Onu da deyim ki, bu görüş tarixi sizə bir həftədən təxminən bir aya kimi müddət ərzində veriləcək. Amma bu çox yaxşı göstəricidir. Məsələn, Mərkəzi Asiya ölkələrində səfirlikdən görüş vaxtının alınması üçün siz təsəvvür edin, insanlar 3-5 ay, bəzən daha çox gözləməli olurlar. Və səfirlikdə viza üçün ödəyəcəyiniz məbləğ 185 dollar ətrafındadır. Və heç bir halda əgər siz vizanı almasanız belə, bu məbləğ geri qaytarılmayacaq. Onu da deyim ki, səfirlik əməkdaşları təmiz Azərbaycan dilində danışa bilirlər. Heç bir halda sizin dil bariyeriniz olmayacaq. Yaxşı olar ki, səfirlik gedərkən hazırlaşıb gedəsiniz. Bu hazırlıq nədən ibarətdir? Əvvəla onu deyim ki, sizin səfirliyə təqdim etdiyiniz sənədlərin içərisində sizin sosial media hesablarınız da olacaq, yəni linklər olacaq və onlar sizin bu profillərinizə baxmaqla sizin haqqınızda müəyyən məlumat əldə etməyə çalışacaqlar və istəyirlər əmin olsunlar ki, sizin səfirliyə təqdim etdiyiniz məlumatlarla özünüzü sosial şəbəkələrə təqdim etdiyiniz məlumatlar üst-üstə düşür və əlaqəlidir. Və öyrənmək istəyirlər ki, bir insanın ekstremist bir qrupa aidiyyatı var, yoxsa yoxdur, insanın müəyyən bir miqrasiya fikirləri var, yoxsa yoxdur. Bunu öyrənməyə çalışırlar. Odur ki, mən sizə məsləhət görərdim ki, siz səfirliyə öz sosial media, sosial şəbəkələrdəki linklərinizi təqdim etməzdən əvvəl son 5 ilki postlara bir diqqət edəsiniz və əmin olasınız ki, orada sizə problem yaradacaq heç nə yoxdur və dostlarınıza icazə verməyin ki, sizin icazəniz olmadan sizi təq eləsinlər və istəmədən də bir kompromata səbəb ola bilərlər. Mən bayaq sizi əlinizi gücləndirəcək sənədlər siyahısından danışdım, amma ola bilər ki, siz ümumiyyətlə xaricə səfər etməlisiniz. Mən xaricə səfər deyəndə Türkiyə və Rusiyanı nəzərdə tutmuram. Şengen səfərləriniz olmayıb, Şengen ölkələrinə və ya deyək ki, digər güclü dövlətlərə getməlisiniz. Bu halda nə etmək olar? Bu halda güclü pasportu olan bir insan sizə sponsor ola bilər. Bu güclü pasportu olan insan sizə sponsor olanda, onun pasportu da sizin pasportunuzla bərabər səfirliyə təqdim olunur. Bəs güclü pasport mən nəyə deyirəm? O dediyim kimi güclü dövlətlərin vizaları olan, xaricə çoxlu gedib gəlmiş və hər dəfə Azərbaycana qayıtmış insanın pasportuna güclü pasport deyirəm mən. Və belə bir insan sizə sponsor olarsa, sizin viza almaq ehtimalınız yüksəlir. Və sizi təbrik edirəm. Siz Amerika vizasını aldınız və artıq ölkəyə gəlirsiniz. Amma maraqlı bir faktı deyim. Bu vizanı almaq hələ o demək deyil ki, siz ölkəyə daxil olacaqsınız. Çünki hər şey aeroportdakı gömrük əməkdaşından asılıdır. Yəni, burada bir insan faktoru var. O, hər hansı bir məsələdən şübhələnərsə, sizi buraxmaya bilər. Mən sizə tanış bir adamın başına gəlmiş əhvalatı danışmaq istəyirəm. Bu, yaxın adamın çox yaxşı bir işi, karyerası və maddi vəziyyəti var idi. Lakin ona dəfələrlə vizaya imtina olunmuşdu və nəhayət səbəb öyrənilir ki, sən demə o Amerikada axtarışda olan Meksikalı bir insana oxşuyurmuş və nəinki oxşuyurmuş, identik, yəni eynisiymiş və ona görə o imtina alırmış. Nəhayət o, həmin o Meksikalı olmadığını sübut edir və viza alır, sevinərək Amerikaya gəlir və ölkəyə girişdə onu yenə də həmin axtarışda olan şəxsə bənzədirlər və saxlayıb uzun müddət sual-cavab edirlər. Bu da belə bir maraqlı faktdır. Hə, onu danışırdım axı. Deyək ki, siz ölkəyə gəldiniz. Mən sizə tövsiyə edərdim ki, ola bilər ki, siz
İndi yox, indi siz turist kimi gəlirsiniz, amma ümumiyyətlə gələcək üçün sizin bir Amerika arzunuz var. Sizin bir miqrasiya ilə bağlı bir fikirləriniz var. Və siz bu barədə bəlkə YouTube-da videolara baxmısınız, bəlkə WhatsApp-da kiminləsə bir yazışmalar etmisiniz. Hətta bu yazışmalar ingilis dilində olmasa belə mən tövsiyə edirəm ki, həmin yazışmaları siləsiniz, həmin YouTube-dan baxdığınız linkləri siləsiniz və əmin olasınız ki, yayda gəlirsinizsə, sizin çantanızda qış geyimləriniz yoxdur. Əmin olasınız ki, sizin çantanızda Amerikaya Miqrasiya Yolları adlı bir kitab yoxdur. Baxın belə. Bu da önəmlidir və gömrük əməkdaşının suallarına cavab verməyə hazır olun. O sizdən soruşacaq ki, siz kimin yanına gəlirsiniz, harda qalırsınız, dəqiq ünvanınızı bilməlisiniz və təqdim etməlisiniz. Nəyi görməyə gəlirsiniz, sizin səfəriniz turistik olduğu üçün bu məlumatları təqdim etməlisiniz. Deyək ki, sizi uğurla ölkəyə buraxdılar və gəldiniz. Yaxşı, əslində ölkəyə girişdən sonra 6 ay sizin burada qalmağınız qanunidir və sizə heç kim heç nə deyə bilməz. Amma mən sizə tövsiyə edərdim ki, səfərinizi maksimum 3 ay ərzində bitirib Azərbaycana qayıdasınız. Çünki əgər 5 ay, 6 ay və daha uzun müddət qalacaqsınızsa, artıq sizə növbəti vizalarda problem yaşana bilər. Yəni problem necə? Məsələn, hətta 6 aydan çox qalsanız, siz 3 ilə kimi ölkəyə girişinizə və ya sizin viza almanıza qadağa qoyula bilər. Və deyək ki, siz gəldiniz Amerikaya, 4 ay keçdi sizin gəlməyinizdə, amma siz hələ də geri qayıtmaq istəmirsiniz. Bu halda nə edirsiniz? Siz artıq maksimum 4 aydan sonra vizanızın uzadılması üçün müraciət etməlisiniz. Bu vizanın uzadılması onlayn qaydada baş verir və siz müraciətinizdə əsaslandırmalısınız ki, siz nəyə görə daha uzun müddət qalmaq istəyirsiniz. Məsələn, mən filan yerlər görmək istəyirəm. Biletlərinizi, bronlarınızı göstərirsiniz. Azərbaycanla bağlılığınızı göstərirsiniz. İş yerindən arayış, hər hansı bir mülkünüzün olması və siz həmçinin göstərirsiniz ki, sizin kifayət qədər maddi resursunuz var. Yəni bank hesabınızı göstərirsiniz ki, siz turistik səfərinizi davam edə biləcəksiniz. Müraciət edirsiniz. Bu müraciətin qiyməti bir nəfər üçün $420 təşkil edir. Əgər onlayn müraciət edirsinizsə. Bu da belə. Deyək ki, siz Amerikadasınız və 6 ay keçib, amma hansı hallarda siz burada legal sayılırsınız. Yəni sizin burada olmağınız, mövcudluğunuz qanunidir. O halda ki, siz green card üçün müraciət etmisiniz və ya status dəyişməsini gözləyirsiniz. Ola bilər ki, tələbə vizası üçün müraciət etmisiniz və ya ola bilər ki, sadəcə turist vizasının uzadılması üçün müraciət etmisiniz. Bunlar hamısı statusun uzadılması və ya statusun dəyişilməsini gözləməkdir və həmin müddət sizə cavab gələnə qədər olan müddət siz burada qanuni olaraq mövcudsunuz. Yəni qanuni olaraq burada qala bilərsiniz Amerika ərazisində. Və mən bayaq sizə danışdım ki, siz gələrkən nələri nəzərə almalısınız və onu da deyim ki, heç kim, hətta məşhur insanlar belə sığortalanmayıblar ki, gömrük əməkdaşı onları rahatlıqla ölkəyə buraxacaq. Məşhurlar demişkən, gəlin maraqlı bir əhvalatı danışım. Bollywood ulduzu Şahrukh Xan Amerikaya gələrkən 2009, 2012 və 2016-cı illərdə düz 3 dəfə bu adam aeroportda saxlanılıb və sual-cavab olunub. Sən demə, məsələ nə imiş? Bu yazığın soyadının Xan olması imiş. Belə ki, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Amerika artıq bir daha əvvəlki Amerika olmadı və burada artıq aeroportlarda təhlükəsizlik məqsədi ilə təhlükəli ola biləcək soyadların bir siyahısı hazırlanır və bunlar təəssüf ki, sizə deyirəm, təbii ki, müsəlman soyadlarıdır və bu Xan da həmin o siyahıdaymış. Və hər 3 dəfə onun səfərindən sonra təsəvvürün Hindistan hökuməti işə qarışır və yalnız ondan sonra onu ölkəyə buraxırlar. Və baxmayaraq ki, aeroportdakı gömrük əməkdaşı onu çox yaxşı tanıyır və bilir ki, onun heç bir aidiyyəti yoxdur. Amma istənilən halda prosedur belədir deyə onu saxlayıb 2 saat sual-cavab edirlər və Şahrukh Xan zarafatla deyir ki, mən nə vaxt istəyirəm ki, ulduzluq xəstəliyinə tutuluram, mən bir Amerikaya gedirəm və sağalıb qayıdıram. Və siz təsəvvür edin, bu məsələ o qədər ictimaiyyətdə ciddi səs-küy doğurdu ki, Hindistanlı fanatlar Amerika mallarına, məhsullarına ban qoydular və onu almaqdan imtina etdilər. Bu da maraqlı bir hadisədir, mən sizə danışdım. Siz Amerikaya gəldiniz, qayıtdınız və ikinci dəfə müraciət edirsiniz. İkinci dəfə müraciət çox asandır. Artıq fiziki olaraq səfirliyə getməyinizə ehtiyac yoxdur. Sadəcə pasportunuzu və sənədlərinizi Aramex şirkəti vasitəsilə səfirliyə göndərirsiniz. Ola bilər ki, oradan sizə bir zəng gəlsin, hər hansı bir məlumatı dəqiqləşdirmək üçün. Bu çox normaldır, amma sizi səfirliyə çağırsalar, böyük ehtimal sizə imtina vermək istəyirlər.
Bu da mümkündür. Mən çox ümid edirəm ki, hər birinizə qismət olacaq ki, Amerika vizasını alasınız. Vizanı alanda çox önəmlidir ki, mən bayaq qeyd etməyi unutdum, indi demək istəyirəm, səfirliyə gedəndə siz rahat olasınız və relaks olasınız. Çünki səfirlik əməkdaşları çox ağıllı və təcrübəlidirlər və onlar insanı hiss edə bilirlər. Çünki əgər sizin səfəriniz həqiqətən də turistik bir səfərdir və sizin miqrasiya məqsədiniz yoxdursa, siz rahat olursunuz. Çünki yəni sizin həyatınız bundan asılı deyil. Siz Amerikaya yox, başqa bir yerə də turist olaraq gedə bilərsiniz və o zaman çox rahatlıqla siz vizanıza təsdiq alacaqsınız. Bu arada deyim ki, Azərbaycanda təxminən müraciətçilərin 50% vizanı ala bilir və 50% isə imtina cavabı alır. Mən çox ümid edirəm ki, məni izləyənlər müsbət cavab alacaqlar və Amerikaya səfər edə biləcəklər. Bu günlük bu qədər. Hələlik.